Başlayaq. Necəsən? Nədən başlayaq? Deyirəm necəsən də sual ver. Hə, yaxşı, yaxşı. Yaxşı. Yorğun. Heç nə, yorğunçuluq yaxşı. Təzə qərardan xəbərin oldu da yəqin. Nə? Ali Məhkəmənin plenum qərarından. Nədir ki? Deyir xəyanət edəndə 20.000 manat pul Hə, ödəyəcək. xoşuma gəldi. Qəşəng qərardır. Hə, Allah. Xəyanət nədir ki? Xəyanət. Görüş başlayır. Hə. Biabır olsun sən. Necə? Bunu xəbər ver də. Gördüm də. Xəyanət. Nə bilim. Xəyanət mənə gəlir ki, insan xarakteridir. Xəyanətkar xarakter, o axtarışda olan insan öz o puzzle, yarımçıq puzzle tapan axtarır. Bu qərar işləyəcək səncə? Məncə qərar çox super qərardır və qadınlar bu qərarın üstünü çox dursun. Məncə heç yaxşı qərar deyil. Niyə? Deyim də niyəsə. Tutaq ki, misal üçün deyirəm. Bu konkret olaraq pul qazanmağın əlavə yollarıdır. Biz xəyanət deyəndə ancaq kişilərin xəyanətini fikirləşirik. Yox, orada iki tərəflidir. Həm qadın, həm amma biz kişi. görsən fikirləşəndə deyirik ki, əla qadınlara tərəf, yəni Yox, onu demirəm də. Tutaq ki, məsəl üçün deyirəm, kişilər bir-birini şantaj edə biləcəklər. Bilir də hamının hər şeyini bilir prinsip. Bax görsən yenə də deyirsən kişilər bir-birini şantaj Kişi tək xəyanət eləmir ki. Görsən demirsən qadınlar, mən qadınlar Feminist danışmayım. Yox, astagfirullah. Amma deyirsən kişilər bir-birini xəyanət, yəni şantaj edəcək. Demirsən qadınlar. Başa düşdüm də kişi tək xəyanət eləmir ki. Nə olsun? Bunun Amma bir görsən partnyoru olmalıdır da. Hardan çıxış edirsən? Yəni bu qərar işləyəcək deyirsən. İşlədən işlədəcək. İşlədən işlədəcək. Xəyanət sübut eləmək mümkündür ümumiyyətlə. Əslində bax, qadınların çox güclü hissləri var. Aha. Yəni o hissə görə 20.000 vermirlər. Maksimum bir dənə güldür o. Amma fakt odur ki, qadınların hissiyatı güclüdür. Bir də bax, kişilər həmişə fikirləşdiyini deyir. Qadınlar isə heç fikirləşdiyini demir, düşündüyünü, fikirləşdiyini demir, hisslərini deyir, hiss etdiyini deyir. Amma kişilər hissiyatlarını demirlər, duyğularını demirlər, onlar fikirləşdiyini deyirlər. Niyə? Onların yaradılışı ona görə bir-birinin tamıdır da. Kişi düşündüyünü deyir, fikirləşdiyini deyir, hisslərini demir. Amma qadın hisslərini deyir, düşündüyünü demir. Məsələn, qadın deyir, mən bu gün səndən küsmüşəm. Aha. Məsələn, hiss elətdirir ki, küsmüşəm. Amma səbəbini bilir, tap özün üçün də. İndi mən əslində bu barədə kişilərə yazım. Yaxşı çalıb, mən kişi yaratdım. İndi tap ki, bu niyə küsün? Niyə elə dedik? Elə olur da. Kişi olmaq elə problemdir ki. Məncə kişi olmaq çətindir. Necə? Düşünürəm. Məncə Azərbaycan cəmiyyətində çox rahatdır. Məncə Azərbaycan cəmiyyətində kişi olmaq çətindir. Hər adam kişi ola bilməz. Təbii, o tam dərinə gedəndə tam razıyam. Ya, amma doğrudan kişi olmaq çətindir. Amma cinsiyyət olaraq çox rahat şəkildə kişi olmaq olur. Yox da indi kişi olmaq indi deyəndə ki, biz kişi obrazından danışırıq da. Kişi olsa, qadın da qadın olur. Bir dəfə verişi bir ciddi eləmək istəyirdim əslində. Yenə olmadı. Yox, fikirləşirəm. Yox, zarafat mənim ciddi suallarım var əslində. Buyur. Demoqrafik vəziyyətimiz niyə bizim belə bərbad vəziyyətə gəldi çıxdı? Çünki ailə üstünü dağıtdıq. Niyə? Kim dağıtdı onu? Öyrədilmiş bir şeylər oldu. Baxın, dünən mən bir filmə baxırdım. Hamımızın baxdığı filmdir. Moskva göz yaşlarına inanmır. 1969-cu ildə çəkilən. Qəşəng film deyə gəlmiş. Möhtəşəm. 1969-cu ildə deyəsən, səhv eləmirəm. Ya 67 ya 69-da çəkilən filmdir. Adamlar orada əsl kişi obrazını qoyublar. Hələ bəyənmədiyimiz ruslar. Yəni ailə dəyərləri olmayan. Bəyənmədiyimiz dərkən diskriminasiyaya yol verməyək xahiş. Yox, niyə mən deyirik Azərbaycanda ailə, yəni müasir. Ailə dəyərləri baxımından biraz fərqlidir də, milli mentalitetimiz fərqlidir. Amma orada fərqlidir. necə gözəl kişi obrazı var. Orada necə qadın gözəl olur və bir-birlərinə münasibəti, bir-birlərindən uyğunluğu necə gözəldir. Və hələ 1960. Məsələn, deyim ki, bizdə ondan daha yaxşı nümunələri var. Sadəcə biz onu göstərə bilmirik. Mən də onu demək istəyirəm ki, hələ 1960-cı illərdə çəkilmiş bir filmdə belə kişi qadın obrazı nümunəvi və biz hələ də o fenomendir, yəni super. İndi o obrazı dağıtdılar bizdə. Müasir qadın, azad qadın, öz tələbatlarını özü ödəyən qadın, bir güclü qadın. Oturdular kişi obrazını qadının üstünə və dedilər ki, qadın kişi kimi qadındır. Hə.